Bu Novruz bayramı Kəlbəcərin tarixinə düşəcək, çünki bəzi sakinlər 34 ildən sonra ilk dəfədir ki, əziz bayramı məhz Kəlbəcərdə, öz mənzilində, öz ocağında qeyd edəcək. Onlardan biri də Bayramovlar ailəsidir. Əməkdaşımız Xəyalə Mürsəl onların qonağı olub, təəssüratlarını öyrənib izləyək. Qovurğadır. Çərşənbədə qoruruq, yumurta suyun qırağına qoyurduq, qapı qulaq falına çıxırdıq. Hər bir gözəl, hər vaxtın, hər fəsilin öz gözəlliyi var. Adətən ənəmiz yumurta boyuyurduq. Küsürlər barışırdı, ağsaqqalları, ağbirçəkləri yad eləyirdik. Kəlbəcərdə məskunlaşan Kəlbəcər əhalisi artıq torpaqlarımız işğaldan azad olunduqdan sonra ilk dəfədir ki, məhz öz ocaqlarında, köçdükləri mənzillərdə bayram süfrəsi ətrafında otururlar. Biz Kəlbəcər şəhərinə daxil olarkən elə birinci binanın birinci girişinə daxil olduq. Təsadüfən ikinci mərtəbədə bir qapını döydü və bizə Bayramovlar ailəsi öz qapılarını açdı. Çox çətinliklərimiz olub. Allahın bugünkü gününə şükür. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah milli ordumuzu qorusun. Qohum, qələbə, hamı bir-birdən ayrı düşdük. Çox çətinliklərimiz oldu. Birini tapdıq, beşini tapmadıq. İndi öz evimiz Kəlbəcərdə oldu. Öz rayonumuzda. Azərbaycanın hər yeri bizimdir. Amma adamın öz anadan olduğu yer, dədə-baba yurdu, istədiyi evi ayrı başqa şeydir. Bayramovlar ailəsi ikinci köç çərçivəsində Kəlbəcərdə mənzillə təmin olunublar. Ailədə 3 azyaşlı böyüyür. Qərənfil nənə onlara bugün qədim Novruz adətlərini öyrədir və deyir ki, bu bayram onların yaddaşında silinməz iz qoymalıdır. Çünki ilk dəfədir Novruzu Kəlbəcərdə öz dədə-baba ocaqlarında qeyd edirlər. Hər bir şəraitimiz, kombimiz, qazımız, hər işığımız, suyumuz, şükür məktəb var, uşaqlar, nəvələrim məktəbə gedir, özüm işləyirəm, yaxşı kollektivimiz var. Bax, tonqallarımızı yandırdıq, dədə-baba aşımızı pişirdik, hər bir papaq attını uşaqlar elədi. Allahın böyüklüyünə şükür. Neçə il görmədiklərimizi indi görürük. Qonaqlarımız gəlmişdi, yenə gələsidilər. Allahın verdiyinə şükür. Bugünkü gündə ən sevimli günlərimizdir. Ən gözəl günlərimizdir. Allah olmayanlara da qismət eləsin. Qərənfil ananın oğlu İnqilab Suqovuşan istiqamətində gedən döyüşlərdə sağlamlığını itirib. Deyir ki, Kəlbəcərdəki dəyişiklikləri görmək üçün sadəcə dönüb geriyə baxmaq kifayətdir. Görəcəksiniz ki, şəhərdə sürətlə bərpa olunan həyat əhaliyə çox şey vəd edir. Biz sentyabr ayında köçdən bir yerdə köçdük. Şərait çox şükür Allah, hər şey qaydasındadır. Uşaqların istirahət edə biləcək farklı parkımız var. Yaşlı nəslin istirahət edə biləcək, gəzə biləcək bir seyrangahımız var. İşsiz ailələrin hər bir demək olar işlə təmin olunubdur. Hər şey yaxşıdır inşallah. Daha günü-gündən də daha da abadlaşır, daha da gözəlləşir. Başda şəhid ailələri olmaqla hər bir Azərbaycanın bayramını təbrik edirəm. Torpaqlarına qayıdan hər bir vətəndaşlara göz aydınlığı verirəm. Kəlbəcər şəhərinə 2025-ci ilin avqustundan bugünə 5 köç reallaşıb. Artıq şəhərdə 135 ailə olmaqla 580-dən çox daimi sakin yaşayır.